Salam, bugünkü dərsimizdə bir Acer anakart var. Qeyd edim ki, təmir deyil, sadəcə UMA rejimi, yəni Nvidia ekran kartını belə bağlamağı göstərəcəyəm. Görürsün, burada Nvidia ekran kartı var. 1 GB-lıq səhv eləmirəmsə 610M modelidir. Platformamız kameramız fokuslasın. Platformamız Compal platformasıdır. La7912P. Belə deyək, anakartımız işləh bir kartdır. Qeyd edim ki, ekran kartı həmçinin işləyir. Sadəcə su dağıldığı üçün bu bölgələrə belə deyək təmir olunub. Artıq hazır vəziyyətdədir. İşləş vəziyyətdə sadəcə mən belə deyək, test üçün sadəcə ikinci ekran kartını bağlamağı belə sizə göstərməyə çalışacağam. İlk öncə nə edəcəyəm? 2 ədəd, daha doğrusu 3 ədəd komponent çıxardılacaq. Birinci komponentimiz burada gördüyünüz PL23 Drossel'dir. İkinci komponentimiz ise ikinci komponentimiz bu radyatorun altındadır. Şimdi onu göstereceğim. Gördüğünüz için burada G35 kontrolleri var. Daha sonra ise burada çıxardacağım ve bir de qupu drosselini çıxardacağım. Onu da sxemlə göstərəcəyəm. Görək hansıdır qupu drosselimiz. Çünki mən radiatoru da çıxardım. Burada gördüğünüz kimi çıxacağım hissələrdən bir də G35. İndi isə mən sxemimizə baxaq və daha sonra bu komponentləri çıxardım və nəticəyə birlikdə baxaq, görək ikinci ekran kartı bağlanacaq. Mənim platformamın sxemasıdır. Gördüyünüz kimi burada informasiya verilib. Həm belə deyək Nvidia və həm də Intel HD qrafiklə çalışan bir platformada. Gördüyünüz kimi burada Nvidia'dır. Burada isə Intel PCH chipsetin daxilində olan, daha doğrusu mikroprosesorun daxilində olan ekran kartını chipset vasitəsilə LVDS, Vega və CRT konnektora göndərir. Qeyd edim ki, burada gördüyünüz kimi hər iki çıxış, yəni Nvidia çıxışda və mikroprosesorun daxilindəki Intel HD qrafikdə həmçinin eyni belə deyək chipsetdən çıxır. Gördüyünüz kimi burada da drop işarəsi var. Yəni hər iki siqnal buradan ən son olaraq chipset vasitəsilə çıxır. Deməli mən axtarış verim. İlk öncə PL23. PL23 çıxdı. Belə PL23 nədir? B+'dur. Adaptordan qoşulu olan bir voltajdır. Bunu çıxardacaq. Daha sonra PL24 Vega Core voltajıdır. Yəni kontrollerə daxil olan voltajdan, daha doğrusu kontrollerin açdığı MOSFETlərdən çıxan bölmə, əsas ekran kartına gedən bölmə budur. PL24 və PL23. Daha sonra isə G35. G35 də nədir? G35 gördüyünüz ki, burada 3 voltajdır. Bu qeyd edim ki, Vega 10 siqnalını bağlamaq üçün gördüyünüz ki, burada tranzistorlardır, blok tranzistorlardır. Bunları bağlamaqdan ötəri bu qeyd edim tranzistorda komponenti çıxardacaq. Vega 10 qeyd edim ki, Vega 10 siqnalı
chipsetdən gələn siqnaldır. Yəni HMI chipsetdən gələn siqnaldır. Bu siqnal vasitəsilə belə ki, ekran kartına voltaj gedir və digər prosesləri və avtomatik olaraq hər iki ekran kartı işləyir. İndi isə mən komponentləri çıxardım. Sonra anakartımızı qoşaq, görək görüntü gələcəkmi. PL drosselini də çıxartdım. PL24-ü bir ayağını ayırdım. Yəni tam çıxartmaya da ehtiyac yoxdur. Sadəcə bir ayağını ayırıb alt hissəsini izolyasiya etdikdən sonra ehtiyac olmur. Digər drosseli də tam çıxartmadım. Sadəcə bir tərəfə çevirdim. Yəni bir ayağı boşdadır və bir də G35 gördüyünüz kimi artıq yeri boşdur. İndi isə platamızı, anakartımızı yarım formada yığdım. Gördüyünüz kimi artıq sadəcə Intel HD 4000 ekran kartı var. Burada bizim mikroprosesorumuzdur. Fokuslaya biləcəkmi onu? Aha, Intel Core i3 3110 6 GB RAM-dır, 2.2 GHz mikroprosesor. Belə bugünkü dərsimizdə bu qədər. Qeyd edim ki, 3 ədəd komponenti çıxartmaqla artıq bu modeldə UMA rejimə çevirmək olur. Yəni rezistorların dəyişilməyinə ehtiyac yoxdur. Sağ olun, inşallah növbəti dərsimizdə görüşərik.